Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 2025-ci il 11-ci siniflər üçün nəşr olmuş topudan Complete Sentence, yəni cümlə tamamlama testinin bir neçə testinin izahına baxacağıq. Testləri izah etdikcə ona aid olan qaydaları da bir-bir qeyd edəcəm. Bilmədiyiniz nüansları özünüz üçün qeyd apara bilərsiniz. Əvvəlcə birinci testin izahına baxaq. Birinci testdə I wonder when verilib, yəni nöqtələrdən əvvəl bağlayıcımız artıq hazırdır. Yadımızda saxlayırıq. Complete Sentence cümlələri mütləq nəqli formada tamamlanmalıdır. Yəni cümlə sual formasında olmaz. Köməkçi fe'l qətiyyən cümlənin önünə, mübtədanın önünə keçməməlidir. A variantında has, B variantında will, D variantında did, Y variantında isə das köməkçi feilləri mübtədanın önünə keçib, ona görə yanlışdır. Cavab olur C variantı. Tərcümədə isə deyilir ki, mənə maraqlıdır ki, C nə vaxt gələcək. İndi isə baxaq 6-cı testin izahına. 6-cı testdə ask verilib. Bilirik ki, ask feilindən sonra qətiyyən zət gəlməz və cümlə nəqli olmalıdır. A variantında were köməkçi feili əvvələ keçib, B variantında if-dən sonra birbaşa köməkçi feil gəlib. Yanlışdır. 3 və 4 doğrudur. Çünki 3-də if the meal were included in the price of the ticket, whether the meals are included in the price of ticket verilib. Yəni o mənə soruşdu ki, yemək də qiymətə daxildirmi? Cümlə yadımızda saxlayırıq ki, mütləq nəqli formada tamamlanmalıdır. İndi isə baxaq 7-ci testin izahına. Bizə verilib tell me, yenə nəqli olmalıdır. A variantında is rainingdən əvvələ keçib, yəni is rainingin yanında olmalıydı. Mübtəda plus xəbər ardıcılığı qorunmalıydı. Bu dəstə mütləq yadınızda saxlayın, mübtəda xəbər qorunmalıdır. B variantında does verilib, C variantı doğrudur, D variantında did verilib, Y variantında isə did köməkçi feili əvvələ gəlib. Ona görə cavab oldu C variantı. Yadımızda saxlayırıq, əgər cümləmizdəki bağlayıcımız who ya da what-dursa, onlardan sonra birbaşa xəbər gələ bilər. Çünki onlar özü birbaşa mübtədanın sualı ola bilirlər. İndi isə gəlin 12-ci testin izahına baxaq. Do you know? Sən bilirsən, yenə cümlənin nəqli tamamlamalıyıq. A variantında does, B variantında will, C variantında will, Y variantında D variantı doğrudur, Y variantında isə does cümlənin qabağına gəlib. Ona görə bu yanlışdır, cavab oldu. D variantı cümlə nəqli olmalıdır. Baxırıq. Do you know? Sən bilirsən if this program will work on your computer? Sən bilirsənmi bu kompüter sənin, daha doğrusu proqram sənin kompüterində işləyəcəkmi? Ona görə cavab olur D variantı. İndi isə baxaq 16-cı testin izahına. Bizə verilən hissə can you tell me? Sən mənə deyə bilərsən. Baxırıq, cümlə nəqli olmalıdır. A variantında what time the next bus arrives? Bu doğrudur. Mübtəda xəbər ardıcılığı qorunub. B variantında what time arrives the bus? Arrive xəbərdir, bus isə mübtədadır. Arrive cümlənin əvvəlinə keçməməlidir. Busdan sonra yazılmadığına görə B variantı yanlışdır. C variantında does, D variantında will, Y variantında isə did feili köməkçi feilləri mübtədanın önünə keçib deyə yanlışdır. Tərcümədə də qrammatikaya da və tərcüməyə əsasən cavab olur. A deyir ki, sən bilirsən, sən mənə deyə bilərsən, növbəti avtobus neçədə çatacaq. İndi isə baxaq 24-cü testin izahına. Everything depends on ardını nəqli tamamlamalıyıq. A variantında when he has done yazılıb. Bilirik ki, when və what time-dan sonra qətiyyən indiki bitmiş, yəni have plus P2 qoymaq olmaz. Çünki onlar when indiki bitmişlə işlənə bilmir. Ona görə A variantı yanlışdır. B variantında will he-dən önə keçib. C variantı doğrudur. D variantında what time-da eyni ilə when kimi özündən sonra bitmiş istəmir deyə D variantında da has plus dan yazılmamalıydı. Y variantında isə das köməkçi feili əvvələ gəlməməli idi. Ona görə cavab oldu. C variantı deyir ki, hər şey onun nə təklif etdiyindən asılıdır. İndi isə baxaq 29-cu testin izahına. Does she know? O bilir. Yenə cümlə nəqli olmalıydı. A variantında is there-dən qabaqdadır. B variantında who-dan sonra əvvəlki testdə qeyd etmişdik ki, birbaşa xəbər gələ bilər. Amma bilirik ki, o tək xəbər olmalıydı. Həm də have been written birlikdə xəbərdir. Burada isə bu köməkçi feildir. Orada have been-dən ayrılıb, əvvələ gəlib sual düzəldib. Ona görə B variantı yanlışdır. C variantı doğrudur. It is dark outside. O bilir, çöldə qaranlıqdır. Bilir ki, çöldə qaranlıqdır. Bu doğrudur. D variantında must she read yox, she must read olmalıydı. Modal feil əvvələ keçib sual strukturu yaratmamalıydı. Y variantında isə have əvvələ keçib sual strukturu yaratmamalıydı. Ona görə cavab oldu C variantı. İndi isə baxaq 33-cü testin izahına. Bilirik ki, would like to know ya da want to know, bundan heç birindən sonra birbaşa zət gəlməz. Ona görə birinci zət strukturunu çıxırıq. 1, 3, 4 arasına qalırıq. Birinci testdə how you did, bir doğrudur. Üçüncü testdə if you draw, bu doğrudur. Dördüncü testdə isə did köməkçi feil əvvələ gəlib deyə yanlışdır. Ona görə cavab olur 1, 3, C variantı. Tərcümədə deyir ki, onlar istərdilərmi?
It after classes dərslərdən sonra sən nə etdiyini bilmək istəyərdilərmi, ya da ki, bunu sən necə çəkdiyini. İndi isə baxaq 37-ci testin izahına. Ask verilib, yenə asdan sonra zət gəlməz. Baxırıq, variantımızda zət yoxdur. Birinci testdə did she write yox, did, daha doğrusu whom she wrote olmalıydı. Bu yanlışdır. B var, ikinci by whom the business letters were written. Bu tamamilə doğrudur. Üçüncü testdə were written-dan əvvələ keçib cümlə nəqli olmalıydı. Köməkçi feil qətiyyən əvvələ gəlməməlidir. Dördüncü test isə doğrudur. Who mübtədadır, wrote isə onun xəbəridir. Qeyd etmişdik ki, who və whatdan sonra birbaşa xəbər yazmaq olar. Ona görə cavab olur 37-ci testdə A cavabı. Tərcümə eləsə deyir ki, menecer soruşdu ki, biznes məktubları kim tərəfindən yazılıb? 4-də isə deyir ki, menecer soruşur ki, kim biznes məktubunu yazıb. İndi isə baxırıq 43-cü testin izahına. The police asked the passers-by. Ask var, bilirik ki, bu digər cümlə nəqli formada yazılmalıydı. A variantında had zey-sindən qabağa gəlib, yəni had zey yox, zey had olmalıydı. B variantında had zey yox, yenə zey had olmalıydı. C variantında həm və ilə sonra bitmiş qoymaq olmaz, həm də zey yenə həvdən, daha doğrusu həv zeydən əvvələ keçib. D variantı doğrudur. Y variantında isə və ilə sonra bitmiş qoymaq, indiki bitmiş zaman qoymaq olmaz. Cavab oldu D variantı. Polis yoldan ötənlərdən, yəni piyadalardan soruşdu ki, onlar qəzanı görüblərmi? İndi isə baxırıq 46-cı testin izahına. Burada bizə verilib the manager asked us, menecer bizdən soruşdu. Zət gəlməz birinci qayda, bunu çıxırıq, çünki ask, tell, want to know, would like to know bu tipdə sözlərdən sonra zət qoymaq olmaz. Və cümlə nəqli olmalıdır. A variantında would qabaqda gəlib, B variantında could, we yox, we could olmalıydı, sual strukturu olmamalıydı. C variantında the password was needed to access the computer, bu doğrudur. Y variantında isə did qabaqda gəlib deyə yanlışdır, cavab olur C variantı. Tərcümə eləsə deyir ki, menecer bizdən soruşdu ki, kompüterə giriş etmək üçün kod istənildimi? İndi isə baxırıq 50-ci testin izahına. 50-ci testdə bizə verilən hissə want to know verilib. Want to know-dan sonra qətiyyən zət qoymaq olmaz. Əvvəlcə 4-ü çıxırıq. 1 doğrudur. Who-dan sonra birbaşa xəbər verilib. Who-dan və what-dan sonra birbaşa xəbər qoymaq olar. 2 doğrudur. 2-də why I refuse. Niyə mən imtina etdim? Bu da doğrudur. 3-də isə did qabaqda gəlib deyə yanlışdır. Cavab oldu 1, 2, D variantı. Tərcümədə deyir ki, onlar bilmək istəyir ki, kim onun dəvətini imtina etdi. Bir də onlar bilmək istəyir ki, why I refused his invitation. Mən niyə onun dəvətini rədd etdim? İndi isə baxırıq 55-ci testin izahına. Yenə ask verilib. Birinci zət olan variantımızı çıxırıq. Və cümlə nəqli olmalıdır. A variantında are we yox, we are olmalıydı. Sual strukturu olmaz. C variantında yenə are we yox, we are related olmalıydı. D variantı doğrudur. We are closely related yazılıb. D variantı doğrudur. Y variantında isə if-dən sonra birbaşa are gəlib deyə yanlışdır. Sonra indi isə baxaq 59-cu testin izahına. Burada bizə verilib ask, bir daha askdan sonra yenə zət varsa onu çıxırıq. Və cümlə nəqli olmalıdır. Bir doğrudur. If I had applied, bir doğrudur. 2-də had qabaqda gəlib olmaz. Cümlə nəqli olmalıydı. 3 doğrudur, çünki whether I was going to apply, bu doğrudur. 4-də isə when-dən sonra indiki bitmiş qoymaq olmaz. Ona görə cavab oldu 1-3. C variantı tərcümə eləsi deyir ki, he asked I had applied for a management job. O deyir, soruşdu ki, mən menecmenlik işi üçün müraciət etmişəmmi? İndi isə baxırıq 71-ci testin izahına. She wonders və cümlə nəqli olmalıydı. A variantında what the other person said. Bu tamamilə nəqli cümlədə saxlayırıq. B variantında what said. Biz əvvəlki qaydada demişdik ki, who və what-dan sonra birbaşa xəbər gələ bilər. Düzdür, burada birbaşa xəbər gəlib, amma bu xəbər bu mübtəda tərəfindən icra oluna bilməz. Yəni, nə hər hansı bir cansız verilən sualda said isə danışmaq deməkdir, demək deməkdir. Demək ki, nə deyir, cansız bir şey demək mənasını verə bilməz. Ona görə B strukturu səhvdir. Əgər burada what happened olsaydı biz bunu seçə bilərdik. Çünki nə baş verir cümləsi uyğundur, amma nə deyir cümləsində nə cansız ismi əvəz edən bir mübtəda sualıdır və ondan sonra birbaşa hərəkət bildirən bir feil qoyula bilməz. C variantında isə baxırıq, did qabaqda verilib deyə yanlışdır. Y variantında, daha doğrusu D variantında was saying-dən ayrılıb əvvələ gəlib. Bilirik ki, zaman dərsindən was ing bir yan-yana gəlməli idi. Ona görə ayrılıbsa sual strukturu yaranıb. Y variantında isə does əvvələ gəlib yanlışdır. Ona görə cavab olur A variantı. O maraqlanır ki,
O maraqlanır ki, digər insan, başqa şəxs nə dedi. İndi isə baxırıq 73-cü testin izahına. Yenə cümlə nəqli olmalı idi. Burada A variantı, B variantı nəqlidir. C, D, Y variantlarında isə köməkçi feil cümlənin əvvəlinə gəlib deyə bu variantlar yanlışdır. Bəs belə bir testdə nə edə bilərik? Bu zaman mütləq zaman uzlaşmasına baxmalıyıq. Asked feilimiz keçmişdir deyə, digər tərəfdə mütləq keçmiş olmalı idi. İndiki zaman ola bilməz. Ona görə A variantı yanlışdır. Cavab olur B variantı. Tərcümə ilə isə deyilir ki, Waiter asked if I was ready to order. Qarşıdan soruşdu ki, biz sifariş etməyə hazırıq mı? Cavab olur B variantı. Əgər eyni variantlar, yəni iki variant arasında, iki nəqli cümlə arasında qalsınız, mütləq zaman uzlaşmasına diqqət edin. İndi isə gəlin baxaq 76-cı testin izahına. Want to know verilib bizə. Bundan sonra yenə cümlə nəqli olmalı idi. A variantında was he invited, yox, he was invited olmalı idi. B variantı nəqlidir, amma when-dən sonra qətiyyən indiki bitmiş qoymaq olmaz. C variantı was qabaqda, D variantı have qabaqda. Y variantı isə tamamilə doğrudur. Tərcümədə deyir ki, mən bilmək istəyirəm ki, onlar təbrik edilib öz uğuruna görə. Cavab olur Y variantı. 78-ci testə baxdıq. Ask var və cümləni yenə nəqli tamamlayırıq. Birinci testdə if the Smith's cottage cost a lot of money, bir doğrudur. 2-də did verilib, did köməkçi feildir, sual strukturu düzəldib. 3 nəqli cümlədir deyə saxlayırıq. 4-də isə how long had they built, yox, olmalıydı. They had built. Bəs buradakı 3 doğrudurmu? Bəli, tamamilə doğrudur. Çünki biz hər zaman qeyd edirik və-dən sonra indiki bitmiş qoymaq olmaz, amma keçmiş bitmiş qoymaq olar. Əvvəlki cümlə keçmişdir deyə və-dən sonra da keçmiş bitmiş işlətmək olar. İndi isə gəlin 87-ci testin izahına baxaq. 87-də bizə verilib the travel agent confirmed. Yenə cümlə nəqli olmalıdır. Was işlətmək olmaz. Had qabaqda gəlməz. D variantında was qabaqda gəlməz. Y variantında was qabaqda gəlməz. Cavab oldu C variantı. Burada onu qeyd edeyim ki, confirm özündən sonra zət istəməyən bir feil deyildi. Ona görə zət olan variantı çıxmağa ehtiyac yox idi. Travel agentliyi elan etdi ki, that the tourism industry was the most important aspect of economy. İqtisadi cəhətdən o ən vacib, turizm sənayesi ən vacib bir aspektdir. İndi isə baxırıq 91-ci testin izahına. Burada bizə verilib asked feili, askdan sonra yenə zət olmaz, varsa variantımızda çıxırıq, baxırıq ki, yoxdur. A variantında did gəlib köməkçi feil yanlışdır. B variantında can you say, yox, you can say olmadı. Modal feil əvvələ sual strukturu yaratmamalıydı. C variantında does the country, yox, the country has olmalıydı, yanlışdır. Sonra D variantında had signed ayrılıb, görürsünüz, had əvvələ keçib sual strukturu düzəldib, yanlışdır. Y variantı isə tamamilə doğrudur. Was, deyir ki, müəllim soruşdu şagirdlərindən, what the most profitable project for the country were. Müəllim şagirdlərdən soruşdu ki, hansı ən faydalı layihələr ölkə üçündür. Cavab olur Y variantı. 95-ci testin izahına baxaq. Yenə ask verilib bizə və cümlə nəqli olmalıydı. A-da does qabaqda, B-də did köməkçi feil mübtədadan əvvələ keçib. C variantında must good teacher-dan əvvələ keçib. Belə olmalıydı. What traits must, daha doğrusu a good teacher must have olmalıydı. Ona görə bu da yanlışdır. D variantı doğrudur. I had strukturu qorunub. Y variantı isə verindən sonra indiki bitmiş qoymaq olmaz. Tərcümə eləsə deyir ki, Suzan məndən soruşdu ki, if I had already made up my mind on my career. Suzan məndən soruşdu ki, mən karyeram haqqında bir qərar vermişəmmi? Ona görə cavab oldu D variantı. 96-cı testə baxırıq. Want to know. Bilmək istəyirəm. Cümlə yenə nəql olmalıdır. How hurricanes affect people. Harikanlar, yəni tufanlar necə təsir edir insanlara? Bu doğrudur. A variantı. How hurricanes mübtəda xəbərdə affect, görürsünüz, insanlara təsir edir. A tamamilə doğrudur. B variantında does köməkçi feil əvvəldə, C variantında can scientistdən əvvələ keçib, D variantında do akardan əvvələ keçib, Y variantında isə do köməkçi feili gəlib. Ona görə cavab oldu A variantı. İndi isə gəlin baxaq 102-ci testin izahına. Burada bir neçə nüans var. Bu sizi çaşdıra bilər. Ona görə hər qaydanı dedikcə sizə bunlar haqqında məlumat verəcəm. Əvvəlcə 102-ci testdən A variantına baxaq. A variantında ask me zət verilməməli idi. Çünki bilirik ki, ask özündən sonra zət istəmir. Askdan sonra şəxs gələ bilər, ondan sonra to'lu ya da not to'lu feil gələ bilər, ya da askdan sonra birbaşa to'lu ya da not to'lu feil gələ bilər, amma zət işlədə bilmərik. Ona görə bu variant çıxırıq. B variantında said me yox, said to me olmalı idi. Çünki say feili özündən sonra şəxs gəlirsə mütləq ona to ilə işlənir. Told, tell feili isə özündən sonra gələn feillə to'suz birləşir.
Ona görə B variantında said to me olmalıydı. Bu yanlışdır. C variantı. To'dan sonra zət gəlməz. Ümumiyyətlə to'dan sonra nə to gəlməz, nə zət gəlməz. Tel feilindən sonra obyektal və ondan sonra to'lu feil gələ bilər. Obyektal gəlməsə də qətiyyən to'lu feil qoymaq olmaz. Yəni hər bir ehtimalda teldən sonra bir şəxs gəlir. Sonra D variantında said that Stella had talked to lawyer the day before. Bu tamamilə doğrudur. Y variantında isə said keçmiş zamandadır. Has talked isə indiki zamandadır. Bu struktur tamamilə yanlışdır. Əvvəldə də qeyd etmişdim. Cümlə keçmiş zamandadırsa qarşı tərəfi də mütləq keçmiş zamanda olmalıdır. Ona görə cavab oldu. D variantı tərcümədə deyir ki, o dedi ki, Stella hüquqşünasla bir gün əvvəl danışıbmı? İndi isə 104-cü testə baxırıq. A variantında told birbaşa zət işlənməz. Bu yanlışdır. Say me yox, say to me olmalıydı. Ona görə B variantı yanlışdır. C variantında told me that she had attended. Bu doğrudur. Çünki tolddan sonra obyekt əvəzi, sonra isə zət yazılıb. Bu doğrudur. D variantında say me yox, say to me olmalıydı. Y variantında isə ask me işləndikdən sonra mütləq zət işlənməməlidir. Çünki ask ümumiyyətlə sual strukturudur. Yəni özü əvvəlki cümlədə vasitəlikdə sual formasında olub deyə biz sual cümlələrini dəyişərkən heç vaxt orada zət istifadə edə bilmərik. Bu tipdə cümlələrdə if ya da whether işlətsək daha doğru olar. İndi isə baxaq 106-cı testdə. Bizə verilən feilimiz warn feilidir. Bilirik ki, warn feilindən sonra gələn feil to olmalıydı. A variantında to yazılmayıb deyə yanlışdır. B variantı doğrudur. Çünki warn me not to eat junk food. Həkim məni xəbərdar etdi ki, zəhərli qidalar yeməyin. Bu doğrudur. B variantında say to me olmalıydı. D variantında tell to ilə işlənə bilmir. Ona görə bu yanlışdır. Y variantında isə advised me don't yox, not to eat junk food olmalıydı. Ona görə bu variantda yanlışdır. Cavab oldu 106-da B variantı. İndi isə 108-ci testə baxırıq. 108-ci testimiz əvvəlki cümlədə nəqli cümlə olub. Ona görə də nəqli cümlələri çevirərkən say ya da tel feili yerində qalır. İndi baxırıq. A variantında yanlış olan hissəmiz nədir? They not like yox, they didn't like olmalıydı. Bu yanlışdır. B variantında they said they didn't like that movie. Bu doğrudur. B variantı. C variantında they told we didn't like this movie olmamalıydı. Ümumiyyətlə bu tipdə qaydaları nəzərinizə saxlayın. Vasitəli vasitəsizlikdə daha çox işarə vəzikləri bu yox oya çevrilir. Yəni burada deyir ki, onlar dedi ki, bu filmi sevmirlər. Biz başqası bunun haqqında danışanda deyirsən ki, onlar dedi ki, o filmi sevmirlər. Yəni bu filmi yox, o filmi deməliyik. Ona görə bu isə yanlışdır. D variantında they said they didn't like this yox, that movie olmalıydı. Və Y variantında isə they told that işlətmək olmaz. Ona görə yanlışdır. Cavab oldu bu testdə B variantı. İndi isə 112-ci testin izahına baxırıq. A variantında told that işlənməməlidir. Çünki tell feilindən sonra nə that nə də to işlətmək olmaz. B variantında say to me olmalıydı. C variantında told him to be careful. Bu tamamilə doğrudur. D variantında to be careful işlənməlidir. Çünki told feilindən sonra obyekt əvəzliyi, sonra to'lu feil. Y variantında isə tolddan sonra he yox, him əvəzliyi işlənməlidir. Ona görə Y variantı tamamilə yanlışdır. 113-cü testə baxaq. Suggest feili. Bu testdə suggest və recommend feillərini tez-tez görəcəksiniz. Bunu yadınızda saxlayın ki, bu feillərdən sonra 3 forma gələr. Suggest feilindən və recommend feilindən sonra birinci, birbaşa ing gələ bilər. Yəni birbaşa gerund önündə heç nə olmadan ya da zət gələ bilər və ondan sonra isə mübtəda plus feil gələ bilər. Bu feil isə mütləq anadan gəlmə olmalıdır. Yəni is, ed, ing qəbul edə bilməz. Ya da ki, mübtədadan sonra should verilib, yenə eyni ilə bu qaydada feil verilməlidir. A variantına baxırıq. As obyekt əvəzliyi verilib olmaz. B variantında suggest feilindən sonra infinitiv, yəni məsdər işlətmək olmaz. C variantında zət işlənir, amma ondan sonra mübtəda sonra feil gəlməlidir. Burada ing gəlib yanlışdır. D variantı doğrudur. Suggest feilindən sonra zət işlənib, ondan sonra isə mübtəda plus feil işlənib. Bu tamamilə doğrudur. Burada qətiyyən uzlaşma gözləməyə ehtiyac yoxdur. Suggest görürsünüz keçmiş zamandadır, amma visiti biz visit formasına qoymuşuq. Çünki bu feilin qətiyyən zaman uzlaşması gözləməməlidir. Suggest və recommend feillərindən sonra. Y variantında isə suggest feilindən sonra sadəcə eləcə feil qoymaq olmaz. İndi isə gəlin 115-ci testin izahına baxaq. A variantında we took yox take olmalıydı. Əvvəlki testdə də dedik ki, o feil zaman uzlaşmasına uğramamalıdır. A variantı yanlışdır. B variantında obyekt əvəzlik olmamalıydı. Ona görə yanlışdır. Baxın, Y variantı bunun obyekt əvəzlik işlənməyən formasıdır. Ona görə Y tamamilə doğrudur. Bəs C və D variantları niyə yanlışdır? Advise feili bilirik ki, özündən sonra obyekt əvəzlik gəlirsə, özündən də sonra to'lu feil işlənməliydi. Ona görə bu yanlışdır ki, to verilməyib. Eyni ilə də D variantında advise to take olmalıydı. Bu isə yanlışdır. Əksər feillərdən sonra gəlir obyekt əvəzlik, sonra to'lu feil. Yalnız və yalnız suggest və recommend feillərində isə to'lu feil işlətmək olmaz. Ya gerund ya da
mübtəda plus feil işlətmək olar. İndi isə gəlin baxaq 117-ci testin izahına. 17-də bizə verilib A variantında ask feili əvvəlki qaydalardan da qeyd etmişdik ki, ask feilində biz birbaşa stop yazmırdıq, to stop yazmalıydıq. Ona görə A yanlışdır. B variantında order to stop talking during the meeting. Bu doğrudur. Deyir ki, o əmr etdi ki, iclas müddətində danışmağı dayandırsınlar. Ona görə B variantı doğrudur. C variantında əvvəl də qeyd etdik. Suggest feilindən sonra obyekt əvəzlik gəlməməli idi. D variantında order me to stop olmalı idi. To ilə işlənməli idi bu feillərdən sonra iki feil. Ask feilində isə eyni ilə not to stop olmalı idi. Not to stop. To istəməyən bir dənə suggest ilə recommend idi. Cavab oldu B variantı. İndi isə 123-cü testə baxaq. Yenə ask feili verilib. Digər tərəfə baxaq. If-dən sonra nəql olmalı idi. A variantı doğrudur. B variantı V-dən sonra bitmiş, indiki bitmiş olmaz. C variantı askdan sonra ümumiyyətlə zət olmaz. D və Y variantlarında isə have, had feilləri, köməkçi feilləri mübtədanın önünə keçib deyə bu tamamilə yanlışdır. İndi isə baxırıq 126-cı testin izahına. Let me know, qoy mən bilim deyir. Zəhmət olmasa qoy mən bilim. Who'dan sonra is listening to Jack bir doğrudur. Çünki who'dan sonra birbaşa xəbər gəlib. Görürsünüz, is listeningdən ayrılmayıb deyə bir doğrudur. 2-də whomdan sonra birbaşa xəbər gəlməz. Belə bir qayda yox idi. Özündən sonra birbaşa xəbər gələn bir who, bir də what qaydası idi. 3-cü testdə doğrudur. Who'dan sonra Jack is listening to doğrudur. 1-3. Who'dan sonra mübtəda sonra xəbər verilib. 4-də isə is listeningdən ayrılıb. Is ayrılıbsa demək köməkçi feil əvvələ keçib sual strukturu yaradıb. Ona görə yanlışdır, cavab oldu. 1-3 D variantı. İndi isə 130-cu testin izahına baxırıq. Yenə suggest feili verilib bizə. Suggest feilindən sonra demişdik ki, birbaşa gerund gələ bilər. Ona görə bir tamamilə doğrudur. Laura təklif etdi ki, sinəməyə gedək. İkinci testə baxırıq. 2-də bizə verilib Laura suggested you to do, yox sadəcə do olmalıydı. Ona görə bu yanlışdır. 3-də suggest, sonra that, sonra we should go. Əvvəl qeyd etdiyimiz nüansda da baxın bu var idi. Mütləq bu nüansa diqqət edin ki, özündən sonra suggest feilindən sonra ya ing gəlir, ya da that-dən sonra mübtəda plus feil, ya da mübtəda plus should plus feil gəlməlidir. Və 4-cü testdə də baxırıq. Ayla suggested as olmamalıydı. Birbaşa going işlənməlidir. Ona görə cavab oldu 1-3 Y variantı. İndi isə 133-cü testdə baxırıq. Burada bizə verilib qaydaya əsasən she asked the assistant for the receipt. Ask feilindən sonra qeyd etmişdik ki, obyekt gəlir, ondan sonra isə xahiş təklif cümlələrində isə birbaşa ilə obyektdən sonra for işlənə bilər deyə bir doğrudur. İkinci testdə ask me to turn olmalıydı. To yoxdur deyə bu yanlışdır. Üçüncü testdə Linda asked me to look. Bu doğrudur. To ilə verilib. Demək ki 1-3 doğrudur. 4-də isə he asked me not park yox, not to park olmalıydı. 133-cü testdə 1 və 3 variantı B variantındadır. Ona görə cavab oldu B variantı. 134-də baxırıq. He said that. O dedi ki, say feilinin zətlə işlənən qaydasında o işlənirdi ki, ondan sonra mübtəda xəbər olmalıydı. Baxırıq ki, burada mübtəda və xəbər verilib. I should try harder next time. Bu doğrudur. İkinci testdə told feilindən sonra demişdi ki, birbaşa mübtəda gəlmirdi, zət qoyulmalıydı ya da obyekt sonra, daha doğrusu zət qoyulmur. Told feilindən sonra obyekt, sonra to'lu feil qoyulmalıydı. Burada isə birbaşa mübtəda qoyub. Ona görə bu yanlışdır. Üçüncü testə baxaq. Suggest feilindən sonra zət, sonra isə mübtəda, sonra feil yazılıb. Bu tamamilə doğrudur. 4-də isə me ortada olmamalıydı. Çünki birbaşa going işlənməliydi. 134-cü testdə də cavab oldu B variantı. 136-ya baxaq. Recommend-də eyni ilə suggest qaydası kimidir. Recommend-dən sonra birbaşa ing gəlir. Ona görə 3 doğrudur. Recommend feilindən sonra birbaşa obyekt əvəzlik gəlməz. Ona görə 4 yanlışdır. Birinci testdə də baxırıq zət, sonra isə mübtəda, sonra isə shouldlu feil gəlib. Ona görə 1-3 tamamilə doğrudur. 2-də isə topdan sonra birbaşa zət işlətmək olmaz. Cavab oldu 1-3 C variantı. İndi isə 137-ci testində izahına baxırıq. Askdan sonra to close the window. Bu doğrudur. Ask sonra to'lu feil. 2-də not close yox, not to close olmalı. 2 yanlışdır. Suggest'dən sonra to işlətmək olmaz. 3 yanlışdır. 4-də isə ask me to close the window. Bu doğrudur. Cavab oldu 1-4 B variantı. 139-cu testdə də baxaq. Burada bizə verilib. They suggested try the new restaurant tonight. Suggest feilindən sonra ing-li feil gəlməliydi. Bir yanlışdır. 2-yə baxdıq. Suggest feilindən sonra zət, sonra mübtəda, sonra feil qoyulub. 2 doğrudur. Order feilindən sonra to'lu feil gəlməlidir. Çünki order özündən sonra gerund istəyən bir feil deyil. Bu yanlışdır. Və
Dördüncü testdə recommend-də suggest kimi özündən sonra birbaşa gerund istəyir. Ona görə 4 doğrudur. 5-də isə suggest, sonra isə we should try. Bu tamamilə doğrudur. Cavab oldu 2, 4, 5. D variantı. İndi isə baxaq 141-ci testin izahına. Burada bizə verilən isə ask feil verilib. Askdan sonra obyekt əvəzlik gəlirsə, ondan sonra to-lu feil gəlməlidir. Bu yanlışdır. D variantında me to give olmalıydı. Bu yanlışdır. A variantında asked for me, ondan sonra yadımıza saxlayırıq. Ask feilindən sonra biz əgər nəsə xahiş ediriksə, həmin ismi yazmalıyıq. Baxın, məsələn, buradakı ask feili verilib, ondan sonra A variantında ask for me, sonra to give. Bu struktur tamamilə yanlışdır, qeyd etmişdik. Askdan sonra obyekt qoyanda birbaşa to-lu yazırıq. Burada isə for yazılıb, sonra to yazılıb. C variantında ask for yazılıb, sonra yazılmalıydı a glass of milk. Ona görə bu yanlışdır. Y variantı isə tamamilə doğrudur. Nəsə bir xahiş cümləsi varsa, biz onu çevirərkən ask for a glass of milk ya da ask me for a glass of milk işlətməliyik. Ona görə bu testdə cavab olur Y variantı. İndi isə baxaq 142-ci testdə. I said that, bilirik ki, I said that verilibsə, ondan sonra mütləq mübtəda xəbər işlənməlidir. Hansında mübtəda xəbər verilibsə, həmin testləri saxlayaq. A variantında baxırıq. It wasn't so foggy that day as it was yesterday. Deyir ki, o dedi ki, mən dedim ki, həmin gün dünənki kimi dumanlı değildi. Dünən işlənməməli idi. Ondan əvvəlki gün işlənməli idi. Ona görə A variantı yanlışdır. B variantında said keçmiş zamandır deyə burada it is işlənməməli idi. C variantında da it is işlənməməli idi. D və Y variantları arasında qalırıq. D variantında baxırıq. It was the day before ya da wouldn't so foggy. Wouldn't-dan sonra mütləq be olmalı idi. Çünki would feili özü feilin önündə, köməkçi feili və özü hər hansı bir feilin önündə duraraq zaman düzəldir. Həm də burada today yox, that day olmalıydı. Ona görə D variantı yanlışdır. Cavab oldu Y variantı. Tərcümədə deyir ki, I said that. Mən dedim ki, it was so foggy. Çox dumanlı idi həmin gün. Hansı ki, ondan bir gün qabaqki gündəki kimi. So foggy that day as. Bu əzəz qaydası kimi verilən bir cümlədir. Ona görə cavab oldu Y variantı. İndi isə 43-cü testə baxırıq. Told feili. Told'u tez yenə xatırlayırıq. Told'dan sonra mütləq to olmaz, that olmaz. Obyekt plus mübtəda xəbər olar. İndi baxırıq, hansında var? A variantında zət verilib, B variantı zət verilib deyə yanlışdır. Told keçmiş zamandadır deyə burada his mother said he is going away işlənməməlidir. D variantında tomorrow, bu cümlə was going keçmişdi, tomorrow olmamalıydı. Ona görə cavab oldu Y variantı. He told his mother, o anasına dedi, he was going away next day, növbəti gün gedəcək. Buna görə cavab oldu Y variantı. İnşallah complete sentence testinə aid bütün nümunələri artıq tam anlaya bildiniz. Digər testləri bu izahlara əsasən yazsaz, inanıram ki, bütün bu mövzuya aid çətinliyiniz aradan qalxmış olacaq. Dinlədiyiniz, öyrəndiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalı bəyənməyi, abunə olmağı, şərh yazmağı unutmayın.